Və davam edirik. Cəbhə bölgəsindən xəbərimiz var. Yox, bu dəfə hansısa yaşayış məntəqəsində atəşkəsin pozulmasından danışmayacaq. Bu dəfə Qarabağ büromuzdan Ramil İbrahimov təmas xəttində dərslərin necə və hansı şəraitdə keçirilməsi ilə maraqlanıb. Cəbhəyani kəndlərdə yaşamaq və işləmək kimi təhsil almaq da təhlükəlidir. Bu kəndlərdə təhsil alan şagirdlər hər gün ölüm saçan yollarla məktəbə gedib gəlmək məcburiyyətindədir. Əksər kənd yollarının kənarına torpaq sədd çəkilsə də bu təhlükəni nisbətən azalda bilir. Məsafə baxımından erməni silahlı birləşmələrinin mövqeylərinə ən yaxın yerləşən təhsil ocağı isə Ağdamın Ayaq-Qərvənd kənd tam orta məktəbidir. Məktəbin müəllimi Camal İsmailov deyir ki, əvvəllər vəziyyət daha da təhlükəli idi. Bunu binanın qarşısındakı ağaclarda olan güllə izlərindən də başa düşmək mümkündür. Ötən ilin avqustunda isə şagirdləri qarşı tərəfin güllələrindən qorumaq üçün məktəbin qarşısına uzunluğu 120 metr olan istinad divarı çəkilib. Uşaqlar orada səngər var. Səngərlə gəlib gedirlər məktəbə. Qazılma səngərlərdir. 15 gün olar, 20 gün olar ki, atəşkəs çox tez-tez pozurlar. Gündə elə olur ki, 5 dəfə, 6 dəfə pozurlar. Bizimkilər susturur onları. Bizimkilər artıq onlar susmasa heç vaxt onlar susmur. Təhlükələrə baxmayaraq balacadan böyüyə hamı hər gün dərsə gəlir. Onlar təkcə burada təhsil almır, müharibənin nə olduğunu da öyrənir. Hər gün təmas xəttində baş verənləri seyr edən balaca gözlər həm də gələcəyə ümidlə baxır.